Mən sizə bir məsələ danışacağam, bir hekayə danışacağam. Bu da bir deyib belə deyim də, pasiyentimin vakasıdır. Çox yəni məşhur olan, tanınan bir kolleqalarımdan birinin yanına pasiyent aparılır. 8 ilin vaginizmi olur və bu xanım hədsiz dərəcədə həssas bir qadın olur. Düşünün 8 il deyirik də, 8 il cinsi əlaqədə ola bilməyən qadın haqqında, onun duyğuları və psixoloji durumu haqqında danışırıq. Bu dildə çox asan gələ bilər. Mən hər zaman deyirəm, onun övladı olsaydı indi 8 yaşında idi. Dava qıraqda həmişə asan Bəli. görsənir məsələsi. Aparılır həkimə və həkim ona anestezisiya altında vaginal bir tampon yerləşdirir və ayıldıqdan sonra deyir ki, bunu evdə çıxardacaqsan, onunla da problemin həll olmuş olacaq. Və qadın buna inanaraq gedir evə, evdə həmin tamponu xaric etmək istədikdə huşunu itirir, təcili yardım gəlir və xəstəni xəstəxanaya yerləşdirirlər. Təkrar sedasiya ilə tamponu xaric edirlər. Bir şeyi bilmədikdə onu qəbul etməyi öyrənmək lazımdır. Yəni xəstəyə ən azından travma vurmamaqdan ötürü.